Bəzən mənə deyirlər ki, sən qorxmursan ki, bunları belə açıq şəkildə danışırsan. Orada niyə qorxmalıyam ki? Mən yalan deyirəm. Əgər hər hansı bir şeydə yalan deyirəmsə, sizdən xahiş edirəm. Mən incimərəm. Bircə dənə yazın ora ki, sən filan şeyi düz demədin, elə bir şeyi. Mən faktla göstərirəm. Bax, burada görürsünüz ki, İlham Əliyevin anası Zərifə Əliyeva xristian qayda qanunu ilə bastırılır da, düzdür. Bunu mən özümdən demirəm ki, bunu kör gördü də. Zərifə Əliyevanın özü Azərbaycanlıdır. Yəni araşdırmışam. Bunun qanunda, nə bilim, cinsində xristianlıq yoxdur. Sadəcə Rus təhsilli olub. Nə oldu ki, bacısı Gülarə Əliyeva müsəlman qaydası ilə bastırıldı. Amma ki, Zərifə xanım Əliyeva Rus qaydası ilə. Olmur axı elə. Mehriban xanımın bu xristian sevgisinə mən özüm məətəl qalıram. Mehriban xanımın bəli, eşitdiyimə görə anası erməni qızıdır. Onu deyə bilmərəm, %100 mən deyə bilmərəm, onu bilirəm ki, elə deyirlər. Amma ki, mən görmədiyim şey haqqında danışmıram. Sadəcə bircə onu deyirəm ki, Mehriban xanım Əliyeva bütün nə qədər ki şeylər var, xristian yerləri, kilsələr, zatlar, hamısına yardım eləyir, hamısına kömək eləyir. Bacı, Azərbaycan millətinin vəziyyəti lap ağırdır. Sən mənə, uşağıma nəsə eləyirsən ki, mən sənin uşaqlarına hörmət eləyim. Mən sənə hörmət eləyim. Mən niyə sənə hörmət eləməliyəm ki? Niyə görə Azərbaycanda siz Azərbaycanlıları elə bir vəziyyətə qoymusunuz ki, Azərbaycanlı artıq bilsən necədir, şikayət də eləmək istəmir. Deyir ki, şikayət eləyəcəm, kimdir mənim şikayətimə baxar. Görün Azərbaycanlıları nə günə gətirib çıxartmışsınız, bilə-bilə eləmişsiniz də onu. Bilə-bilə olmayan iş heç vaxt elə olmazdı. Sən bir yüz İlham Əliyev oradan danışır böyük-böyük ki, mən deyir ki, mənə xəbər verin, siqnal çatdırın. Qardaşa 50 dəfə mən siqnal çatdırmışam, hələm o siqnalların biri gedib ona çatmayıb. Nə oldu, ay qardaş, sənin bu köməkçilərin hara baxır? Sənin köməkçilərin demir ki, ay İlham Əliyev, filan siqnal gəldi, filan, məsələn, tutaq ki, Qazaxın icra başçısı maşenniklik edir, cəmaatları bir-bir tutur salır şeylərə, dəlixanı yazada. Bir dənə onlarla danış. Ya nə bilim Sabunçu rayonundakı icra başçımız Adil Əliyevdən danış. O birisindən, hamısından yazmışam mən. Türk qardaşımız var idi. Türk qardaşımız da Adil Əliyevdən şikayətçi idi. Heç kim baxmır, heç kimin marağında döyür. Ona görə deyirəm ki, bu İlham Əliyevin orada danışmağı o deməkdir ki, İlham Əliyev heç kimdir. İlham Əliyev əgər bu şeyləri məmurların öhdəsindən gələ bilmirsə, onun bir dənə yolu var ki, İlham Əliyev rüşvət aldığına görə bunlardan dili qısadır. Yəni heç birə söz çatdıra bilmir. Adicədə bir qardaşımız var bizim, özü Qazi atasıdır. Bu Qazi atasıdır, Loğman Zülfüqarlı adlı bir dənə şərəfsizin biri, hansı ki, mən niyə şərəfsiz deyirəm, bağışlayın, mən təhqir eləmirəm. Çünki Azərbaycanda şöhrət ordeni alanları elə bir seçirlər, hamısı şərəfsizdir də. Onu götürüb yazığın neçə ayda maaşını vermir. Niyə? Hələm o pulları sən şeylərə, məhkəmələrə töküncə buna ver də. Yəni onu demək istəyir ki, yanındakilara da dərs deyir ki, yəni ki, əgər məndən kiməsə şikayət eləsin, sizi belə süründürəcəm. İlham Əliyev də baxır, hırılıyır. Çünki ona rüşvət verilir, baxır. Rüşvət verilməsi işte, şərəfsizə şöhrət ordeni verərdi. Nə bilim, valla ona görə deyirəm ki, Azərbaycanda vəziyyət çox pisdir. Azərbaycanda hal-hazırda o Ramiz Mehdiyev oyunda salıblar ortalığa. Ramiz Mehdiyev deyir, çevriliş eləyib. Eləməliydi, eləyib də. Bir dəfə 2003-cü ildə elədi də. Gətirdi də İlham Əliyev səni hakimiyyətə. Ona görə bu çevriliş, mevriliş, bəlkə də yazıq elə Ramiz çoxdan ölüb gedib. Hələ hərəsi bir tərəfdən Ramiz deyirlər. Ölməsəydi belə ürəklə danışmazlar. Deyir, Rusun adamıdır. Sən kimin adamısan? Balaların kimin adamıdır? Yoldaşın kimin adamıdır? Hamınız Rusun adamısınız da. Əgər Rusun adamı olmasaydınız, Azərbaycan anın niyə xristiyan qaydasında bastırılmalıydı? Rusun adamı olmasaydınız, niyə görə evlatların Rus vətəndaşı olmalı?
olmalı idi. Rusun adamı deyil idinsə, Putin niyə iminli gəlib sənin evində qaldı? Elə gedib Ramiz Mehdiyevin evində qalardı da. Ona göre oturup nağıl danışanda biraz elə eləyin ki, o göydən ki 3 dənə alma düşürür, biri heç olmasa gəlsin bizim də əlimizə düşsün.